Salam, hər vaxtınız xeyirli olsun dəyərli abituriyent izləyicilərimiz. Mən Fis Akademi Tarix üzrə təlimçi Gülnar Mirzəyeva. Bildiyimiz kimi bugün blok imtahanı keçirildi Dövlət İmtahan Mərkəzi tərəfindən. Sizə tarix fənnindən düşmüş sualların izahını təqdim edəcəm 3-cü qrup üzrə. Sual 31. Ərəb xilafəti və Böyük Səlcuq dövlətinin tarixlərinə aid ümumi cəhətlər hansılardır? Təbii ki, həm Ərəb xilafəti, həm Səlcuqlu Azərbaycanı özlərinə tabe ediblər. Həm də hərbi xidmət müqabilində ilk dağ torpaqların payları. Yəni 1 və 4 A variantı. 32-yə baxaq. Fransa krallığı və İngiltərə krallığı. Böyük Azadlıqlar Xartiyası 1215-ci ildə İngiltərədə qəbul edilib. Səlib yürüşlərində iştirak edən hər iki dövlətə aiddir. Azincourt döyüşündə qalib gələn də İngiltərədədir. Yəni 2 A və C. 100 illik müharibədə iştirak edib hər ikisi 3-ə oxşar cəhət B-ni götürürük, həm də D-ni götürürük. Həm 100 illik müharibədə, həm də səlib yürüşlərində X-də iştirak edib. Jaklar üsyanı isə 1358 Fransada baş verib. Sual 33. Şimali Azərbaycanda çarizmə qarşı əhalinin kütləvi çıxışlarının qarşısını almaq üçün 19-cu əsrin 40-cı illərinin ikinci yarısında görülmüş tədbirlər hansılardır? Bəli, kütləvi çıxışların qarşısını almaq üçün ali müsəlman silkinin torpaq üzərində irsi mülkiyyət hüququ təsdiq edildi. Onlara kəndlər üzərində polis hüququ verildi. 34. 1787-ci ildə qəbul edilən Amerika Birləşmiş Ştatlarının konstitusiyasına əsasən uyğunluğu müəyyən edin. Baxın, burada qanunverici hakimiyyət orqanına aiddir. Deməli, qanunverici konqres adlanılır. İcraedici hakimiyyəti isə prezident rəhbərlik edir. Məhkəmə də qanunların konstitusiyaya uyğunluğuna nəzarət edir. Deməli, burada düzgün variant Y olacaq. 1-ə AS, yəni həm icranın işini yoxlayır qanunverici konqres, həm də konqres adlanır. 2-də icra edici prezident tərəfindən rəhbərlik edilir. Məhkəmə hakimiyyətdə qanunların konstitusiyaya uyğun olub olmadığına, yəni düzgün variant Y. 35. Bizans dövlətinin sxemdə verilən dövlətlərlə ümumi cəhətlərini müəyyən edin. Bizansın Göytüklə oxşar cəhəti, Sasanilərlə mübarizə aparması, xalqların böyük köçü dövründə yaranması. 1-ə AB. Axun Göytüklərin hücumuna 567-ci ildə məruz qalıb, həm də 4-cü əsrdə yaranıb. BC. 3-ə də Rəşidi xəlifələri həm Albaniya, həm Bizansa qarşı hücumları olub. Y variantı düzgündür, yəni. 36. Şimali Azərbaycanda keçirilən 1870-ci il kəndli islahatının 47-dən fərqi, yaxınlaşdırım, 70 islahatının 47-dən fərqi, dövlət kəndlinə aid edilməyib, oxşar cəhətdir, feodal asım münasibətlərini güclü zərbə indirib. 2. Kəndliyə öz pay torpağını, yəni torpaq alqı-satqı obyektinə çevrilir də. 2-4 C variantı düzgündür. 37. 17-ci əsrin ikinci yarısı Azərbaycan idarəçiliyində iştirak etmiş vəzifəli şəxslər sırasına daxil deyil. Baxın, bildiyimiz kimi 17-ci əsr ikinci yarısında Səfəvi dövründə Sancaq bəyi və Noyon yoxdur. 1-4 C variantı yanlışdır. Sual 38-ə baxaq. Manna hökmdarı Ullusunu və Uallinin hakimiyyət dövrlərinə aid ümumi cəhət. Təbii ki, Assuriya ilə ittifaqın bərpa edilməsi düzgün olacaq B variantı. 1-ci Dünya müharibəsi illərində Cənubi Azərbaycan 1914-18-ci illərdə Xiyabani tərəfindən 1917-ci ildə ADP təşkil edilmişdi. Xəritədə ulduzla işarələnmiş rayona aid səciyyəvi cəhət. Bəli.
Xəritədə işarələnmiş rayon Xocavənddir ki, burada antiterror əməliyyatları zamanı sülh məramlı kontingent yerləşdirilib. Həm də Xocavənddə Amaraz Alban memarlıq abidəsi burada yerləşir. 3 və 4 C variantı olacaq. 41. Hadisə nəticə əlaqələri arasında uyğunluq pozulmuşdur. Deməli, Şəki xanlığında Səlim xan hakimiyyətə gəlməsi, Şaman xanlığı uğrunda mübarizə aparılması, Fətəli xanın məğlub olaraq Səlyana çəkilməsi Bayat savaşı aid deyil, pozulmuşdur. Cavad xan hakimiyyətə gəlməsi, xanlığın öz müstəqilliyini möhkəmləndirməsi 1802 Georgievs müqaviləsindəki vədlər verilmişdi Qubaya Lənkərana. Rusiya o vədləri əməl eləmir. 3-4 düzdür. Kürəcək müqaviləsi Şəki xanlığının daxili müstəqilliyi ləğv edilmir. Daxili müstəqillik saxlanır. Burada 1, 2, 5 yanlışdır, B variantı. Və sual 42. Uyğunluğu müəyyən edin. Baharlı hökmdarı, Qaraqanlı hökmdarı, Baharlı Cahanşah. Cahanşahın daxili siyasəti, xarici siyasət. Hərbi islahat keçirdib. Hakimiyyətə qarşı qiyamları yatırdıb. Teymurilərə qarşı müharibə aparıb. Yarımköçmə əmirlərə qarşı mübarizə aparıb. Deməli, Cahanşahın daxili siyasəti, hərbi islahat keçirməsini, hakimiyyətə qarşı Uğurlu Məhəmməd Həsən Əli ilə Pirbudağın qiyamları, bir də yarımköçmə əmirlərə qarşı mübarizəsi var. A, B, D variantını götürürük. Teymurilərlə müharibə olan xarici siyasətidir. Xarici siyasətində isə Herat və Şirvanşahlarla Samur döyüşündə birləşməsi 1460, həm də Herat müqaviləsi 1459. A-C. ABD, A-C, B variantı düzgün olacaq. Paleolit, mezolit dövrlərinin oxşar cəhətləri ki, hər ikisində istehlak var, qadınlar mühüm rol oynayır, insanlar mağaralarda məskunlaşır. 1, 2, 3, D variantı düzgündür. İkinci Dünya müharibəsi daxil olandan sonra ABŞ hansı siyasət aiddir? Dünya müharibəsindən əvvəl baş verib Lend-Liz haqqında qanun, daha doğrusu Dünya müharibəsinə daxil olmamışdan qabaq Amerika Lend-Liz haqqında qanunu qəbul edib və Atlantika xaritəsini imzalayıb. 41-in martında Lend-Liz qanunudur, avqustunda Atlantika. Hansı ki, Dünya müharibəsinə dekabrda qoşulub. 1941-in dekabr ayında. 45. Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin Avropa dövlətləri münasibətlərə önəm verməsi, Avropaya ilk rəsmi səfəri təbii ki, Fransa 1993. Mətndə verilən səfərə əsasən Azərbaycan Respublikası ilə bağlı hansı ifadələr doğrudur? 1990-cı ildə qəbul edilmiş Paris xaritəsina qoşulur 93-də. 2, 3 və 4 isə bu səfərlə bağlı deyil. Yalnız 1Y variantı düzgündür. Bəli, burada Azərbaycanın BMT-nin nizamnaməsinə əməl edəcəyi də təsdiqlənir. Yəni, bir ilə ikini götürəcəyik. B variantı. 46. Xəritə sualımızdır. 13-cü əsr Azərbaycan şəhərləri. 1 Dərbənddir. Monqollar tərəfindən tutulur 1209, işğal başa çatır. 2 Təbrizdir. Təbriz 1225 Cəlaləddin ordusu tərəfindən tutulur. Və 3 Şamaxı Monqolların birinci yürüşü zamanı bəli, dağıdılıb. B variantı düzgündür. Eldəniz hökmdarı Qızıl Arslanın fəaliyyəti dövründə Həmədan 1175 Məhəmməd Cahan Pəhləvanın dövründə kütülüb. A variantı yanlışdır. Sultan Süleyman 1541 İspan donanması məğlubiyyətə uğradılması, bəli 1555 Amasya sülhünün imzalanması, 1526 Moxac döyüşü, C variantı Süleyman haqqında olan fikirlərdir. 49 Romada plebeylərin patrislərin mübarizəsi nəticəsi 509 eradan əvvəl 265-ə qədər davam edən mübarizədə plebeylər tam hüquqlu Roma vətəndaşı olurlar. 50. Bəli, 509, 265 eradan əvvəl, nəhayət 265-də plebeylər Roma vətəndaşı
hüququnu qazandılar. 50. Albaniyanın 6-cı əsrin ikinci yarısı tarixinə aiddir. Mehranilər sülaləsi yoxdur. Yerli hökmdarlar tərəfindən idarə edilmir. Sasanilərin şimal mərzbanlığına daxil olub. Müsəlmanlıq yoxdur. Sadəcə 3 Y variantı. Xosrov Ənuşerovan islahatları nəticəsində şimal mərzbanlığa daxildir. 51. Azərbaycan SSR-i 20-ci əsrin 50-ci illəri Ermənistanda yaşayan Azərbaycanın 1948-53 deportasiyası var. C variantı düzgündür. 60-cı illərdə isə 1962 MAQ yaradılıb, 1966 icbari 10 illik. Bəli, C, A, B, D variantı düzgündür. Xəritə 57 Şəddadilər dövlətini görürük. Verilmiş variantlardan Şəddadilərə aid olan hansıdır? 1048 Səlcuqlarla birləşir, yəni Əbləsvər Şavurla Toğrul Xristian blokuna qarşı mübarizə aparmaq üçün. Və 53. Həsən bəy Rumlu 15-ci əsrdə yaşamayıb. İskəndər Münşi 1-ci Abbasın, Məmməd Tahir Vahid 2-ci Abbasın vəziridir. 2 və 3 düzgündür. 54. Xronoloji ardıcılığı müəyyən edin. İslam dini Qızıl Orduda Özbək xanın dövrüdür 1313. Əhməd xanın Moskvaya yürüşü 1480, Uqra görüşü. Qızıl Orda Hülakülər arası mübarizə 100 il yarandığı gündən 1258 götürək. Toxtamışın yürüşü 1385. 3 1 2 4 2 3 1 4 2. Sol 55. Aleksandr Nikolay ümumi cəhət. Həm Aleksandr, həm Nikolay Qacar dövləti mübarizə aparıb. Gülüstan və Türkmənçay müqavilələrini yadımıza salaq. 2 ilə 3 düzgündür. Tiflis və Bakı dövrünə aid ümumi cəhət hansı ola bilər? Müəyyən müddət Milli Şuranın fəaliyyət göstərməsi var. Həm Tiflis dövrü, həm Bakı dövrü, deməli, Xoyskın rəhbərliyi ilə hökumətin təşkil edilməsi. 1 və 4. Qonşu dövlətlərlə hərbi əməkdaşlıq barədə müqavilə. 1918 4 iyun deməli Tiflis dövründə Osmanlı müqavilə imzalanıb. Bakı dövründə də müqavilə imzalanıb. Qonşu dövlətlərlə hərbi əməkdaşlıq barədə müqavilənin imzalaması götürək. 1 3 4. 57. Xudabəndə Abbas. Vahid Azərbaycan bəylərbəyliyi Abbasa aid. Niyazabad döyüşü Xudabəndənin dövrünə. Xorasanı geri qaytaran da Abbasdır. Molla Həsənin döyüşündə toqquşan Xudabəndədir. 2-ci Bəyazid əlaqə Səfəvi dövləti ilə bu İsmailin dövründədir. B-D A-S. Bəli. Və situasiya. 1970-ci illərdə ərəb ölkələri yenidən müttəfiq kimi ümumi düşmənə qarşı birləşib müharibə aparırlar. Neftin qiymətinin 4 dəfə artması, iqtisadi böhranın yaratdığı çətinliklər İsrail və müttəfiqlərini danışıqlara getməyə məcbur edir. Onlar eyni zamanda qarşı tərəfin qüvvələrini parçalamaq istəyirlər. İsrail və müttəfiqləri Camp Daviddə imzalanmış sazişlə məqsədlərini həyata keçirdirlər. Bəhs olunan dövrdə müharibəni başlamaqda ərəb dövlətlərinin məqsədi nə idi? Müharibənin başlama səbəbi 1973 3-cü Ərəb-İsrail müharibəsinə söhbət gedir. Ərəblərin itilmiş əraziləri geri qaytarmaq istəyi, İsrailin işğalçılıq siyasəti. Bəhs olunan müharibənin başlanması ilə bu münaqişənin beynəlxalq miqyas aldığını göstərən mənbədə verilməyən siyasi-iqtisadi amilləri yazın. Müharibədə ilk dəfə İsrail dövləti məğlub olur və ilk dəfə dünyada neft şokuna səbəb olur. Neft artıq beynəlxalq münasibətlərdə təsir vasitəsi kimi istifadə olunmağa başlayacaq. Bəli. Haqqında bəhs edilən sazişin Misir dövləti üçün 2 nəticəsi. Camp David Misir İsrailə müstəqil dövlət kimi tanıyır. İsrail isə Sinay yarımadasını Misirə qaytarır. Dəyərli abituriyentlər, çox maraqlı suallar, dəqiqətən bir qədər də
çətinlik səviyyəsi artırılmış suallardır. Baxın, əgər imtahan nəticəniz xoşunuza gəlmirsə, narahat olmağa heç bir əsas yoxdur. Çünki qarşıda şans imtahanı var. Bu da siz üçün bir təcrübə olsun. İnşallah sentyabrda hər kəs tələbə adını qazanmış şəkildə universitetə daxil olar. Bu sevincini bizlə bölüşər. Uğurlar hər birinizə.